Deməli BMW F10 avtomobildir, N20'dir, X-Trail arxa çəkəndir. Bu avtomobildə bizim yanımıza yaxınlaşma səbəbi bu avtomobilin. Deməli problem yağdan şikayətlənir ki, avtomobilin alt hissəsində yağ axıdır və avtomobilin zaşlıqını sökdük, çıxartdıq və avtomobilin karterindən və turboya girən yağ şlankından yağ axıdığını şahidi olduq. Deməli söktük karteri biz. Bu deməli bu karterlər praktik gördüyünüz kimi bunlar plasmas olur, belə deyək də. Bunlar tədricən qızdıqdan sonra deformasiya uğrayır. Bu plasmas hissə olan karter deformasiya uğrayır və sonradan başlayır artıq yağ azaltmağa. Bir də ki, bunlardakı olan problem əsas prokladkadan olur ki, bu rezin prokladka olur burada. Bu rezin prokladkaya biz baxdıq, rezin prokladkada heç bir problem yoxdur. Yəni qalınlığı yaxşıdır. Prokladka ölməyib. Sadəcə olaraq burada indi videoda bilmirəm düşür yoxsa burada çat var. Və bir də harda olmalıydı? Bir də burada yüngül çart var. Bu iki dənə bolta yaxın hissədən başlayır buraxmağa. Biz bu karteri yenisini əvəz eləyəcəyik və müştərinin maşını inşallah yola salacağıq. İzləmədə qalın.